Hər kəsə salam dostlar. Bu gün sizə to be, about to və to be due to ilə bağlı danışacağım. Bilirsiniz ki, bu dimin qərarından proqramı yeni salınmış mövzular sırasındadır. İlk öncə baxacağıq nəyə? To be about to ifadəsindən, yəni bu sözünüzdən başlayaq. Yavaş-yavaş məsələləri həll edək. İlk öncə baxaq, to be about to. İlk öncə onu bildirmək lazımdır. Yaxın gələcək haqqında danışmaq üçün istifadə edirik. Nə istifadə edirik? Yaxın gələcək haqqında danışmaq üçün. Yaxın gələcək. Yəni yaxın gələcək haqqında. Azərbaycan dilində tərcüməsi deməkdir ərəfəsində, astanasında. Bu deməkdir. Əgər çox yaxın bir zaman hər hansısa bir hadisənin baş verəcəyi haqqında məlumat vermək istəyirsə, to be about quruluşundan istifadə edirik. Struktur isə belə olur. Baxın yoldaşlar, qırmızı ilə qeyd edək. İlk öncə gəlir bizim mübtədamız. Mübtəda. Sonra gəlir to be. Sonra gəlir be, yəni to be-nin forması. Sonra about to. Sonra isə gəlir əsas feil. Necə olur bu? Məsələn, bəzi nümunələr göstərək. The film mübtəda is to be about to. Yəni bu aydın məsələ. Start. Bu da əsas feilimiz. Deyir, film başlamaq üzrədir. Film başlamaq ərəfəsindədir. Başa düşdünüz? Yəqin ki, aydındır. Məsələn, I was about to concert. Mən konsertə getmək üzrə idim. Aydındır məncə. Sonra gəlir indi to be due to. Baxaq, indi to be due to. Onu məsələn bağlayıcı mövzusunda da izah elədik bunu. Baxaq. To be due to. İlk öncə demək istəyirəm, to be to gözlənilən və planlaşdırılan hadisə haqqında danışmaq lazım olanda istifadə olunur. Məsələn, əksər hallarda zaman bildirən sözlərlə işlənir. Malı məli, dəqiqlikdə malı məli deməkdir. Deyirik, nədə işlənir? Gələcək planlaşdırılan zamanlarda işlənir. Planlaşdırılan. Deyirik ki, gələcək planlaşdırdıqda olur və malı məli deməkdir. Bu necə? Malı məli, yəni dəqiqlik. Bunu tərcümə edikdə cümlədə daha rahat görəcəyik. Məsələn, are you due to hand homework today? Bu gün ev tapşırığını verməlisiniz. Və the train is due to arrive at the station at. Qatar deyir, stansiyaya çatmalıdır. Daha çox beləcək vacib halda olur. Deməli yoldaşlar, bunlara da dair təbii ki, test tapşırıqları gələcək. Yəni qısa mövzularda da baxırıq. Bundan sonra da təbii ki, conditional və sair tipli məsələlərə də baxacağıq.